Qranola böyrək xəstələri üçün faydalıdır. Foods jurnalında dərc olunan yeni araşdırma meyvəli qranolanın xroniki böyrək xəstəliyi olan pasientlərdə ürək, damar və böyrək göstəricilərinə müsbət təsirini göstərib. Xroniki böyrək xəstəliyi dünyada 843 milyondan çox insanı əhatə edən ciddi sağlamlıq problemidir və ürək-damar xəstəlikləri ilə sıx əlaqəlidir. Tədqiqat Yaponiyada aparılıb və 20 yaşdan yuxarı 24 pasiyenti əhatə edib. İştirakçıların adi səhər yeməyi 2 ay ərzində həftədə ən azı 5 gün 50 qram meyvəli qranola ilə əvəz olunub. Qranolanın əsas tərkib hissəsi olan yulaf beta-qlükanla zəngindir. Bu maddə xolesterinin və qan şəkərinin azalmasına kömək eləyir. Araşdırma nəticəsində sistolik arterial təzyiqin azalması, xolesterinin nisbətinin yaxşılaşması müşahidə olunub. Pasiyentlərin bağırsaq fəaliyyətində də müsbət dəyişikliklər qeydə alınıb. Qaraciyər və böyrək funksiyalarında ciddi mənfi təsir aşkar edilməyib.